Elə özü gəlibdir. Kudeta olmayıb. Yəni Yəni millət bunu seçibdir. Millət buna əl salıb deyibdi ki, Rıza Şah toyun mübarək gəlcinə şahlığı qoyaq. Şah tacını qoyaq sənin başına. Yolu açıb da deyiblər buyurun gəlin. Bir dənə zat gördüm. Bir dənə maraqlı bir mövzu gördüm ki, 1332-də ikiyə dadqaha veribdi xalqı Türkəmən bunları. Türkəmən Səhra Rıza Şahı. Rıza Şahı ta zada kimin bu dadqahı gedirmiş. Bunları yerlərin ki qəsb eləyibdi. Nəm Rıza Şah şahlığa gələndən ta zada kimin 38-ə kimin nə qədərə kimin bu dadqah zadı məhkəmə idamə. Axırda məhkəmə naçar olur. Zadın Türkəmənlərin yerlərin qaytarmağa hökm verir. Çox maraqlıdır. Bəli. Bəli, qəsb edilmiş də belə. Yəni belə bir qəddar adam üçün millətin malına, canına ağay nədir? Fərman-fərmadan kim o kudetada bunu həbs olunur. Kudetada hələ deyir ki, yerüyünlə neçə qətə yerüyün Tehranda mənim adıma keçir ki, Rıza Şah. Bəli. Fərman-fərmadan ki, fərman-fərmanın nökəri olubdu bu adam. Bəli. Zaten bu çok hassas bir meseledir. Çünkü neçə min dana kəndi varmış. 1320'de hükümetten mecbur olup da hükümeti bırakanda, yani şahlığı mecbur olup İngilizler tarafından emr geldi ki sen artık bu güne kadar şahıdın. Bundan sonra şah değilsen gitmelisin Cezire-i Muris'e. Ve orada neçə min dana bunun kendi vardı. Yani bellidir ki bu adam zorla almıştı. Bunun dedesinden zorla almıştı. Heysat ve ona göre sizin dediğiniz söze katılırım ve hatta İran'da da sanki yavaş yavaş onun təbliğatı gedir. Yani Rıza Pəhləvinin təbliğatı gedir ve ikide bir bir dənə mücahid, bir dənə filan, Behman ayrı qruhayı siyasidən biz onları təbliğ eləmirik ha, amma məcbur o vaqiyyəti istəyirik danışaq. Bir nəfər mücahid tutsalar edam edirlər. Bəli. Bir dənə fədai tutsalar edam edirlər. Bəli. Bunlar axı zaten göstərir ki rejim kimin xidmətindədir? Kim milletin xidmətində deyil, rejim her şeyden önce rejim öz xidmətindədir. Zaten Xümeyninin məşhur bir sözü var. Ovucu bir vacibatdır mesela bu rejimi korumak. Elə bu rejimin korunması için her oyun oynayabilirler. Her oyunda oynayırlar Süleyman'ı. Aciptir bu rejim özünü ayakta tutmak için, özünü düşmemesi için her oyunu oynar. Bir gün cami zəhlikər, bir gün ayrı şeyler ta özünü ayakta tutsun ve nihayet bilirsiniz ki bu hem iktisadda zərbəsini vurub, hem ticarette zərbəsini vurub, hem siyasette zərbəsini vurub. Axı sen 46 ildir inqilabdan geçenden sonra memlekette bir tane doğru dürüst siyasi partiya yoktu. Doğru dürüst siyasi bir hizb yok. Aradan apardı. Bax. Bəli. Əvvəldə Sazman-ı Mücahidini xəlqi vurdu. Bəli. İkincidə Hizb-i Tudəni vurdu. Sazman-ı Fədaiyanı vurdu. Əksəriyyəti vurdu, əqəlliyyəti vurdu. Hamısını, yəni hatta bir yerə yetişdi ki, müşarikəti də qəbul eləmədi. Hizb-i hökumətini də qəbul eləmədi. Yəni nə qədər bu hakimiyyət inhisar tələb bir hakimiyyətdir. Bəli. Nəticə bu olar ki, Süleyman'ı siyasette rejim daralar. Siyasette elə rejim daralar ki, siyaset tolid eləyənməz. 90 milyonluq məmləkətdə sən siyaset tolid eləyənməsin, nə iqtisad qabağa gedər, nə siyaset tolid eləyə bilərsən. Məmləkət öz başına dolaşmaz. Yəni sən bu məmləkəti idarə eləmək üçün fikir üretməlisən. Memleketi idare etmek için siyaset üretmelisin. Siyaset tolid etmelisin. Sen madem ki memleketin
eləyənmisən, nə əhzab siyasi. Ay Süleyman, çox belə əcibdir. Sən gəlibmisən Tehrandan, təəccüb eləmə dediyimə. 550.000 dana ağay Qalibov rəy alıb. 552 milyonluq şəhərdən 550.000 rəylə olub reis məclis. Surəti ki, əvvəldə, məsələn, 10 il bundan qabaq, 15 il bundan qabaq 3 milyon, 4 milyonla rəylər zat olunurdu. Bəli, Tehranın əvvəlin rəyi birdən görürdün 3 milyon nə qədər gətirdi. 4 milyon. Və bu da göstərdi ki, siyasət də kasıblar. Siyasət də nə olar? Siyasət də artıq özünü baztolid eləyənməz. Diktatorların zaten şeyi budur yani. İstibdadın nəticəsi bu olar ki, siyasət çürüməyə başlar. Baztolid eləyənməsən, siyasət ürətənməsən, siyasət ürətənmədiyin təqdirdə belə olar. Bax, bir dənə namə gəl, bir dənə məktub gəlib ağay Trump'dan. Hey inkar elədilər. Əvvəl vəzir müxarici ağay İraqçı inkar elədi. Belə bir namə biz almamışıq. Sonra bu deyirlər, qərar aldı ki, bir dənə ərəb dərhal ki, bu bilirlər, namə indi bilirsiniz ki, namə indi atla gətirilmir. Yəni at postu deyil, indi namə ilə o ləhsə gələr. O ləhsə də gəlib, müşəxəsdir ki, gəlib. Amma inkar edirlər. Yəni siyasət inkarı və sökülməyə də başlayır. Yəni, onu göstərir ki, fəzaya bu məmləkət nə qədər bağlıdır. Və ona görə Azərbaycanlıya fişar, Azərbaycanlıya baskı, fərq eləməz o birisi millətlərə də baskı. Baskı zorla məmləkəti idarə eləmək. Və nəticə nə olar? Nəticə bu olar ki, dolar gələr yetişər 100.000-ə. Ay Süleyman, mən iqtisaddan biraz xəbərim var. İqtisad oxumuşam zaten. Mənə belə gəlir ki, 5-6 ay içərisində 150.000 tümənə də qədər yüksələ bilər doların qiyməti. İnşallah ki, 5-6 aya qalmazlar bunlara aid. Dəlili də budur ki, çox sadə bir şeydir. Əslində, iqtisadda bir qanun var. Sən məqsəd sadiratın vardatından çoxdur, gerək pul milli ərzişi yüksələ. Geçən il bizim sadiratımız vardatdan biraz azıdır. Vardatda məsələn 10 milyar çok azıdır. Bu 10 milyar səbəb olmamalıdır ki, birdən doların qiyməti 50.000-dən 100.000-ə çıxsın. Ola bilər, biraz oynaya bilər. Biraz cəmbəndə eləyək ki, ikinci konumuza keçək. Yəni istəyirəm deyəm ki, siyasətdə Ay Süleyman çürümək yavaş-yavaş bəzi dilləri açar. Bəzi söhbətləri açar, gizlənmiş bəzi şeylər də özlərini göstərər. Bu istiqamətdə sizə bir şey deyim. Geçən həftə birdən-birə bir xəbər İran'da da bütün dünyada yayıldı. Bütün dünyada birdən-birə bir xəbər yayıldı. Və o ağay Muhsin Rəfiq Dostun elə istəyirdim o konuya keçək ağay düşdür. O müstəqil bir dənə. Yəni bax, gizlənmiş bəzi üstünə pərdə çəkilmiş, yəni özünü belə çox rəmz-raz göstərən rejim yavaş-yavaş sökülməyə başlayır. Söküləndə də özləri sökər yavaş-yavaş. Yəni ağay Muhsin Rəfiq Dost ki, bilirsiniz Muhsin Rəfiq Dost deyib geçməm, milyarlar pul yiyib bu rejimdən. Yəni milyarlar pul Ay Rəfiq Dostun özü ittifaqan o xəbərini qar soruşdu. Bunun qardaşı Murtaza Rəfiq Dost və ittihamı həm də insanları qaçaq eləmək üçün qızları, yəni başirə qızları Tehranda bəli, göndərirdilər Dobeyə, ondan sonra ki, o Xəlic Ərəbinin haşiyəsində olan ölkələrə göndərirdilər, ta eləyə bilsinlər, pul qazansınlar. Yəni, qaçaq insan, bunları hər nəyə qutarıblar məmləkətdə insanların, qızların namusun, İranın namusunun üstünə əl qoyub göndərirlər
qızlar qaçaq olsun. Ben deyə bilər ki, bəlkə də ay Süleymanı, bəlkə də bunlar şiyanistdirlər, şiyə gəldiyi istədilər sadir eləsinlər. Pərəstu vəsiləsi ilə. Onlar da pərəstu sadir edir. Həm də pərəstu sadir. Əlbəttə Yəni mən mən biraz ay düşdür, fərqli düşünürəm. Onlar fəqr fəlakətin qurbanılarıdırlar. bəli, dəqiqən, Fəsad, dəqiqən. fəhşa, onlar Bəli, qaçaq. bəli. O hamısının təməlində fəqr yatır ay Süleymanı. Bax, bir məmləkətdə nabesamanlıq varsa, təniş varsa, hani o məmləkətdə mutlaqa buhran iqtisadı var. Buhran iqtisadı hər şeyin... Bax, geçən il, bir il içərisində Tehranda zurgiri deyirlər də, zurgiri. Kifkapi, zurgiri filan bəhman neçə dərsə çoxalıb. Dəlillə bu ki, yoxsulluqdur. Yoxsul olan bir məmləkətdə, yoxsulluğun bu qədər yayılan bir məmləkətdə İş yoxdur, ay düşdür. İş, əgər... Öyle bu işler olur. Dəqiqən. İndi bu adamın birdən-birə diləşməsi. Gerçi bu adam xatirətini daha önce yazıb, amma ayrı bir şeyler bəyan edir ki, hamını mütəəccüb elədi. Birdən dedi ki, bəli, bizim banki sadirat qurduq. Bir dənə ittifaqən o vaxt ki, deyirdim mən vəzir zadıdım, sipahıdım, fərmanda vəzir sipahıdım. O vaxt gəldik Frankfurtda bir dənə banki sadiratı Frankfurtda bir dənə hesab açdıq. Və o hesabdan o qatillərə pul verdik. Bas qrubuna pul verdik. Və o 4 nəfərin adını apardı. Bilirsiniz ki, cəmən 137 nəfər İranın eşiğində öldürülüb indiyənə qədər. Bəllidir ki, bu 137 nəfərin hamısının zadində rejim özü var. O amarlar için verirlər. Bu amarlar hələ düz amar deyil. Ola bilər ki, neçə bərabər onun artıq olsun. Bəli. Hafız adamları ki, öldürüblər, ondan söz gedir hələ. Bunlar heç olmasa bu 4 dana çok məşhurdur. Bu 4 dana adam ki, bunları öldürdülər. Yəni özü ağay Rəfiq Dostir mənim fərmandehliyimdə öldürüldü. Mənim yəni irtibatımda öldürüldü. Bir ağay Oveysi idi. O Sərtib Oveysi, Sərləşkər Oveysi bilmirəm nə dərəcə adı neydi? Erteşbod Oveysi. Ağay Bəxtiyar, bir de Şəhriyar Şəfiq, o zadın Əşrəfin oğlu, bir də Fərruxzad. Fərruxzad da çox belə pis bir şeydə deyil. Şəfəddin oğluydu da. Bəli. Orada hətta zadı məsələn Fərruxzadı çox belə pis bir vəzdə, yəni hətta məsxərə edərək deyir, o ki qeyrtiydi filan bəhman, ondan sonra zad edir. Yəni çox belə əşalayaraq danışır. Gerçi bu zadında zaten özü də əşalanır. Yəni özünün bir qatil olduğunu, əlbəttə orada bir şey də deyir. 1342'də də bu bir nəfəri öldürür Tehranda, atır ərxə. Yəni su ərxinə. Onu da deyir. Xatirələrində deyir ki, bir dənə savaşçını mən öldürdüm. Bəli, o dəqiqə. Onu da dedi bu danışmalarında. Və bu da göstərir ki, ondan sonra görək nə oldu. Ondan sonra bilirsiniz ki, bu Alman dövləti məsələni ciddiyə aldı. Alman dövləti məsələni alıb üstündə işləyir. Çünki bilirsiniz ki, bu cinayətdir. Cinayət də özü madəm etiraf edir, şamil mururu zaman olmaz. Ağay Musaviyan ki o zaman mesela səfir İranlıdır şeydə. Amerika'dan ixrac oldu da, Amerika'dan ixrac oldu. Ağay Musaviyan deyirəsə mən bot aparıb məni. Belə bir şeydən mənim xəbərim yoxdur, yalan deyir əlbəttə. Bəllidir ki, Ağay Musaviyan biləxərə rejimin səfiri idi Almanda, elə bu cinayətlər qabağa aparılanda. Və Ay Süleyman çox əcibdir. İranda indi bəzi hakimiyyətin orqanları da deyirlər ki, bu adam əməl olub, əməl məğz olub. Bu nə dediyinin fərqində deyil, bilmir nə deyir. Yəni dediklərinin sənədiyyəti yoxdur, çünki əməl olub bu. Amma o görünən o ki orada danışanda işte elə dəyirdi yəni. Hani mərizdir.
Yani bunun danışdıkları Məriz mərizdir. ayrı bir söz danışdın da, desin mən Bəli, dədəm yəni, bu cinayətləri rejim adına işləyib, onları niyə dilə gətirir? Xoş bir yerdə də bəlkə bəzi zatları da şeydi yani biraz mübaliğə var idi işin içində. Məsələn deyir Fransa reis cumhuru ağaya Haşemiyə telefon açmışdı. Demişdi ki ağay Ənis Nəqqaş Bəxtiyarın qatili. Orada 2 hafta etisabı qaza demişti. Sındırmırdı etisabı qazasını. Xəbər gəldi mənə, dedi o Ənis Nəqqaş demişdi. Fəqət Hacı Muhsin gəlsə bura mən şeyimi sındırıram etisabı qazamı. Deyir mən biləxərə o yüz getdim. O məsulla danışdım. Fransada əlbəttə burada bəllidir ki biraz şeydir də özünü yuxarı göstərmək istəyir. Dedim ki 2 hafta fırsat verirəm, bu azad olmalıdır Ənis Nəqqaş. Onlar da dedi yoxdur, biz 2 hafta içində bunu azad edərik. Dedim əgər azad olmasa, bir neçə səfarətxanuz otlanırsa, bir neçə təyyarızda uğurlanırsa, sonra deməyin, mən demədim. Yəni baxma rəsmən təhdid edilir. Bu biləxərə adı var bu təhdidlərin bir şeyi var yani belə olmaz ki sən deyəsən mən neçə səfarətxananı otlaram, nə filan məhmen də. Bu da göstərdi ki biraz da gerçekten bunun ya indi deyiblə bunu ağzına qoyublar ki bunları deməlisən və ya necə olub belə bir şeyləri dilə gətirir. Bu özdə bir dənə məsələdir. Bəli, keçən həftənin İranın zadında bu birdən-birə çalxalandı. Yani birdən-birə İranın şəraitini bir-birinə vurdu. Yani 2 tane 3 tane hadisə İranın zadında. Biri bu tür ekonomi Ay Süleymanı çox bayram qabağına görünmür. Yani bayram ərəfəsi sayılmır. Yani bayram qabaqları biz de orada yaşamışıq. Cavanlığımız orada geçib. Bayram aylarında, bayrama yaxın günlərdə bir hərəkətlər olardı, canlılıq olardı, iqtisadda canlılıq olardı. Hani alışverişte biraz canlanma olardı. Millet hani bir taza paltar, millet bazı yemişler, bayram yemişi almaq, bayram hərəkətləri şey eləmək, bunlar hamısı olardı. İndi bunların heç biri yoxdur. Bazı düşanlar vardı ki, zaten deyirlər biz dərs edəmirik. Yəni elə bir vəziyyətdir. Belə çox belə gerçekten de üzücü bir vəziyyətdir iqtisadi cəhətdən. Millət acdır. Millət qabaqçı kimi deyil. Yəni qabaqda heç olmasa 3-5 bir şeyler vardı yemək, aşmağa filan bəhman. İndi sibzəmini, patates deyirik da biz yer alma. Yer almanın qiyməti 60-70 min tümən kilosu Ay Süleymanı. Ay Süleyman bir hadisə var, bu bir dənə bəs İran iqtisadında. Tərəf deyir gedirəm davaxanaya, davaxanada birdən adam deyir ki 3-4 milyon, 5 milyon dava. Mənim də pulum yoxdur alım. Deyirəm gəlirəm. Davaxanadan gedib zəruri davaları, o davaları içməsə, o davaları almasa ölər adam. Amma deyir imkanatım malım olmadığı için deyib gəlirəm. Yəni bu elə bizim vəziyyəti göstərir İranda. İran harac edir. Ve İran bir sanki çıkmaz bir bombası yetişip. İktisat bombası yetişip belli bayaqda danıştığımız gibi zaten sen siyaset üretemezsen bu şeyde eləyənməsən. Yani iktisatta da canlılık gətirənməsən. Ve bir de kopmalar var Ay Süleymanı. Bak Otaq Bazarqani kopubdu. Resmen Otaq Bazarqani rejimden kopub. Otaq Bazarqani rejimin öz adamlarıydı da illərcə ne bileyim bu rejimin mənfəətlərin qaymağın bunlar yiyiblər. Yani yukarıda olan qaymağı bu adamlar yiyib. Milyarlar pul kazanıblar. Ama onların da yavaş-yavaş səsi çıxır. Onlar da artıq deyirlər ki Oza iqtisadi çox vəximdir. Yani bunu her yerde siz gördüğünüzde, okuduğunuzda veya baktığınızda
quzarışlarda, xəbərlərdə dilə gətirilir. Bu da böyük bir iqtisadi vəziyyətin heç yaxşı olmadığını göstərir.